hardan başlayacağımı, nə eləyəcəyimi heç bir şəkildə bilmirdim. Sadəcə bilirdim ki, hə, başlamalıyam, amma necə eləməliyəm? Məsələn, sifariş gəlirdi. Bir dəfə Asəf Zeynallıda hansısa bir müəllimin ad günü olmuşdu. Orada tortun üstündə tar kamançı olmalıydı. Heç həyatımda tar kamançı eləməmişəm. Nərmin xanım dedi ki, bəs bu sifarişi götürmüşük. Elə bil onlar event şirkəti idi, sifarişi götürürdülər, mənə yönləndirirdilər. Mən dedim ki, mən bu sifarişi eləyə bilmərəm, mən heç tar kamançı eləməmişəm. Dedi ki, nə vaxtda kimi eləməyəcəksən, bir yerdə eləyəcəksən də, mən sənə inanıram, sən eləyərsən. Oturdum, şəkər xəmirini aldım əlimə, gecə saat neçəyə kimi baxdım ki, eləyə bilirəmmiş demək. Sonra yadımdadır ki, 5 mərtəbəli bir tort sifarişi gəlmişdi, toy tortu. İndi kiməsə bunu deyəndə öz-özümə deyirəm ki, dəlili idi də. Mən o evdə böyük soyuducu yox, adi bu ev peçləri var ya, onlarda pişirirdim tortları, əl mikseri. Yəni bu şeyləri eləmək əslində bir növ dəlili idi, amma maraqlısı nə idi?